tədbirimiz 8 noyabr Zəfər gününə həsr olunmuş şanlı Zəfər tariximiz adlı tədbir çox möhtəşəm idi. Ona görə möhtəşəm idi ki, bəlkə də həyatımızda ən böyük bayram bax bu bayramdır və hər birimiz töhfələrimizlə gəlmişdik. Burada sənət ustaları, söz xiridarları, bəstəkar, şair, rejissor, dramaturq, nə deyim, ifaçılar hamı bir ağızdan bu təntənəni, bu zəfəri alqışladı və hərə öz töhfələrindən danışdı. Bəzən problemlər haqqında da danışıldı. Mən arzu edərdim ki, mənim xalqım həmişə alnı açıq, üzü ağ yaşasın. Bir də Allah Taala bizə belə günlər göstərməsin ki, biz o faciələri yaşayaq və mən bu günləri bizim sərkərdələrimizə, bizim ordumuza dərin təşəkkürümü baş əyərək bildirirəm və demək istəyirəm ki, belə tədbirlərimiz bizə ruh gətirir, yeni əsərlər yazmağa bizi sövq edir və düşünürəm ki, bundan sonra aralandıqca bu hadisələrdən daha möhtəşəm əsərlər ərsəyə gələcək. Artıq 5 ildir xalqımız, millətimiz, biz hamımız çox şərəfli bir həyat yaşayırıq. Artıq tarixin dalınca gedə yox, tarixi yaradan xalqa çevrilmişik. Nəyin sayəsində? Xalqının iradəsi və ölkə başçımızın dahiliyi sayəsində. Və belə bir tədbirlər, hətta məsələn bugün iştirak etdiyimiz tədbir bunu bir daha bizə xatırladır.